hər birinizi düşündürür. Nə yeməliyəm, nə etməliyəm ki, diqqətim yaxşı, yaddaşım güclü olsun. İnsanlar bunun üçün müxtəlif qida əlavələri alırlar. Bahalı qida əlavələri heç də beyin sağlamlığı üçün o qədər vacib deyil. Amma keyfiyyətli qidalar, xüsusilə də diqqətimizə və yaddaşımıza kömək edəcək sehrli qidalar var. Onlardan ikisini sizin üçün deyə bilərəm. Ən çox önəmli olan və beyin hafıza uzmanlarının tövsiyə etdiyi qaragilə və çuğundur. Hətta elmi araşdırmalar bunu sübuta yetirib ki, bir il içərisində yarım litr qaragilə şirəsi istifadə etmək yaddaşla bağlı problemləri aradan qaldıra bilir və yaddaşı gücləndirir. Biz çox vaxt beynimizin işləməsini, zehni potensialımızın güclənməsi üçün çalışırıq, amma boşqabımızın içindəkiləri dəyişməyə çalışmırıq. Beyin sağlamlığı üçün yediyimiz qidalara diqqət etməliyik, çünki bizim beynimizin çalışması qidalarımızın bioloji nəticəsidir.